Sizinlə həyəcan, gərginlik, stres, təşviş, əsəbiliyi aradan qaldıra biləcək 5 addımdan bəhs edəcəm. İlk olaraq duyğu termometri vasitəsilə həyəcan və gərginliyinizin dərəcəsini ölçürsünüz. Və birinci addım nəfəs texnikasıdır. 4-4-4 üsulu nəfəs texnikası. Bu nə deməkdir? 4 saniyəyə qədər sayaraq nəfəsi içinizə çəkirsiniz burnunuz vasitəsilə, ağızdan deyil burundan. İkinci addımda 4 saniyə nəfəsi saxlayırsınız. Üçüncü addımda isə 4-ə qədər sayaraq ağzınızla nəfəsi verirsiniz. Və bu nəfəs texnikasıdır. Həyəcan təşvişi azaldır, stresi azaldır, gərginliyi aradan qaldırır. İkinci addımda isə duyğularınızı yazırsınız. Necə hiss etdiyinizi, nələr yaşadığınızı yazırsınız, qələmə alırsınız. Əgər uşaqlara da tətbiq edirsinizsə, əgər uşaq yaza bilmirsə, rəsmlə də ifadə edə bilər, şəkil çəkərək də ifadə edə bilər. Üçüncü addımda isə meditasiya və yogadan istifadə edirsiniz. Dördüncü addımda isə sizi rahatlada biləcəyi, sakitləşdirə biləcəyi musiqi dinləyirsiniz. Beşinci addımda isə fiziki aktivlikdən istifadə edirsiniz. Bu, hər hansı bir yürüyüş də ola bilər, açıq havada qaçış da ola bilər və yaxud da ev şəraitində hər hansı bir idman hərəkətləri də ola bilər ki, idman hərəkəti depressiyanın, həyəcan təşvişin, stresi, gərginliyi aradan qaldıra biləcək ilk köməkçi vasitələrdən biridir. Əgər siz də bu addımlardan istifadə edəcəksinizsə, o zaman bizimlə fikirlərinizi kommentlərdə bölüşə bilərsiniz.